Əslində adamlar onu alır, sushiyə nifrət eləyir də. Gəlin sizə sushini sevdirəcək bir yer göstərim. Sushi Moon Yaponiya mətbəxini və ümumiyyətlə dəniz məhsullarından ibarət yeməkləri çox keyfiyyətli hazırlayan bir məkandır. Yəni bura 20-30 manata saysız hesabsız sushi verən yerlərdən deyil, səviyyəsini qoruyan məkandır. Biz burada əvvəlcə Banzai Hot Roll, Hot Baked və Philadelphia Grill üçlüyünü yoxladıq. Mən hot versiyalardan yedim və düzünü deyim ki, dadları çox yaxşı idi. Sushini yaponlardan daha yaxşı tanıyan Ceyhun Kürdəmirli deyir ki, keyfiyyət və ləzzət mükəmməldir. Yəni o bəyəndisə mən də könül rahatlığı ilə əladır deyə bilərəm. Biz burada salmon supu və sushi burrito da yoxladıq. Sup dadlı idi. İlk dəfə idi qızıl balıq supu yeyirdim. Üzünə məxsus dadı var. Hətta mən deyərdim ki, soyuq havalarda soyuq dəymənin dərmanıdır. Sushi burrito isə məhz məkana özəldir və ümumiyyətlə sushi sevirsinizsə bundan dəqiq zövq alacaqsınız. Dəniz məhsullarından krevet tempura və krevetka çöp şişin dadına baxdıq. Çöp şişdə sousun çoxluğu krevetin öz dadını üstələmişdi deyə biraz bəyənilmədi. Amma tempura əla idi. Bir sözlə, bura sizə sushini sevdirəcək bir məkandır. Qəşəng zalları və terasları var. Ürəyinizə sushi düşsə, buranı mütləq yoxlayın.